Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Sual verilir, İslam şeriatinde meyyit guslu deyilen bir şey var mı? Yani bir kesin meyyite eli değipse, o adamın boynuna gusul düşür mü? Sualın cevabına geldikdə, Elhamdülillahi vahde, ve salatu ve selamu ala men la nebiyye ba'de, amma ba'd. Değerli Müslümanlar, meyyide el vurmak, hemen insanın üzerine gusul gətirərmi? Burada meyyidin kimliği şərtdir. Əgər ölən müsülmandırsa, əsla müsülmanın ölüsünə əl vurmaq insana qusul gətirməz. Çünki müsülmanın dirisi də pakdır, ölüsü də pakdır. Dinimizdə də müsülman ölüsünə əl vurmaq nəinki qusul gətirmir, heç dəstəmaz belə gətirmir. Dəstəmazlı olsan, meyyidə əl vursan, dəstəmazın belə pozulmur. Bu, cumhur elm əhlinin rəyidir. Yəni, İslam elm adamlarının içində bir alim belə yoxdur ki, bir əlində dəlil olsun və yaxud da ki, iddia etsin ki, meyyidə əl vuranın quslu vardır. Əhl-i sünnənin şəriətində bu qayda yoxdur. Yalnız bu kimə məxsusdur? Müşrikin, kafirin ölüsünə əl vurmaqda. Əgər bir insan, bir müsülman, müşrik və yaxud da kafirin birisinin ölüsünə, bədəninə əli dəyərsə, yəni ölünün geyiminə deyil də, dərisinə, bədəninə əli dəyərsə, toxunarsa ona, ya daşıma mərasimində və yaxud da ki, yuma prosesində ola bilər kömək eləyib, o zaman həmən şəxsin üzərinə qusul düşür. Bəli, o şəxsin üzərinə qusul düşür, çünki bu barədə səhih sünnədə dəlil vardır. İbn Əbi Şeybə və Bəzzar və Beyhəqqi bunlar rəvayət etmişdirlər. Ka'bdən rəvayət etmişdirlər ki, Ka'b deyir, Ali ibn Abu Talib mənə dedi, Ləmmə mətə Əbu Talib, ətəytu Rasulallah sallallahu aleyhi və səlləm. Bax, bunu Ali ibn Əbu Talib danışır. Deyir, Əbu Talib dünyasını dəyişəndə, demir atam ha, deyir, Əbu Talib dünyasını dəyişəndə, gəldim Allahın Rasulunun yanına. Fəqultu, innə ammukə şeyxud dal qəd mətə. Əmin, azğın əmin dünyasını dəyişdi. Bax, belə dedi. Azğın əmin dünyasını dəyişdi. Niyə azğın dedi? Çünki son nəfəsində belə qəbul etmədi dini. Ona görə demədi, atam dünyasını dəyişdi. Deyir, azğın əmin dünyasını dəyişdi. Fəqalə, intəliq fəvvarəhu və lə təhəddəsnə hədəsən həttə tə'tini. Get onu bastır. Burada bastır sözü kesmir. Favvarahu, get onu sanki qoy at qəbirə kimi. Bax, bu cür ifadədir. Favvarahu. Arabca bilənlər bu sözün araşdırsın, görsün bu nə məna verir. Apar qoy onu qəbirə. Bax, bu cürə. Apar qoy qəbirə. Özü getmir. Deyir, apar qoy onu qəbirə. Sonra kimlənsə heç nə danışma. Birbaşa yanıma gəl. Və Ali ibn Əbu Talib deyir, mən getdim, Rasulullahın dediyini etdim. Atamı qəbirə qoydum, üstü örtüldükdən sonra heç kəslə, heç nə danışmadan birbaşa Allahın Rasulunun yanına gəldim. Və o mənə dedi, get qusul et. Mən qusul etdikdən sonra Allahın Rasulü mənim üçün dua etdi. Bəli. Deməli, müşrikin cənazəsinə
birinin əli dəysə, o qusul etməlidir. Bu da ki, dərisinə dəysə. Çünki nəyə görə? Allah Subhanahu taala Tövbə surəsi 28-ci ayədə buyurmuşdur ki: "Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhellezine amenu innemel müşrikune necesun." Ey iman edenler, həqiqətən də müşriklər nəcisdirlər. فَلَا يَقْرَبُ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَذَا. Bundan sonra, bu ildən sonra onlar Məscid-ül Harama buraxılmasınlar. Və burada Allah Subhanahu taala müşrikləri nəcis adlandırır. Düzdür, burada mənəvi nəcislikdən söhbət gedir, amma bəziləri isə bunu elə ayənin zahirinə əsas götürüb, müşriklər nəcisdir, müşrikə ölüsünə toxunsa, qusul verilməlidir. Amma müsəlmanın ölüsündə isə nəinki qusul heç dəstəmaz belə pozulmur. وَالْعِلْمُ عِنْدَ اللّٰهِ تَعَالَى وَآخِرُ دَعْوَانَا أَنِ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ.